dərəcədə hata eləyər. Bunu da qeyd edeyim ki, əziz qardaşlar, mövzudan kənara çıxmamaq şərti ilə bəzən biz elə düşünürük ki, ruzi bərəkət, Allahdan ruzi bərəkət istədiyimiz zaman əslində pul istəyirik. Çox elə bilər ki, pul. Xeyr qardaşlar. Pul çox şey ola bilər, amma hər şey deyil. Misal, bizim sağlam olmağımızın özü böyük bir nemət deyilmi? Bunun özü bir ruzi bərəkət deyilmi bizim üçün? Övladlarımızın sağlam olması, ata-anamızın sağlam olması. İnsan bir şey əldə etmək istədiyi zaman daima onun barəsində, onun haqqında çalışar ki, onu nədir, əldə edə bilsin. Bəs əgər bizim Allah sağlamlığımızı, hansısa günahlarımıza görə sağlamlığımız aradan getsə, onu hansı ruzi ilə, hansı bərəkətlə qaytara bilərik? İlla ki, Allah. Çünki Allah özü buyurur ki, xəstələndiyim zaman məni